Qatları tək-tək ayrılan, üzəri xırçıltılı, içi yumuşaq, çox kövrək olan badamburanın reseptini sizinlə bölüşürəm. İlk öncə un, yumurta, kərə yağı, ilıq süd, ilıq su, vanilin, 1 çimdik duz, maya, şəkər tozu, 1 yemək qaşığı sirkə ilə xəmir yoğurub yarım saat dincəldirik. Xəmirin dəqiq ölçülərini videonun altında qeyd edəcəm. Dincələn badambura xəmirini 5 bərabər hissəyə bölüb nazik şəkildə yayırıq. Hər qatı yayıb bir-birinin üzərinə gələcək şəkildə yerləşdirib arasını kərə yağı ilə yağlayırıq. Bütün qatlar bitdikdən sonra videodakı kimi nazik şəritlər halında kəsib bükürük. Daha sonra içini əlimizdə genişləndirib badam, şəkər tozu və hil ilə hazırladığımız içlikdən 3 qaşıq yerləşdirib ağzını möhkəm birləşdirmək lazımdır. Hazır olan badamburaları 180 dərəcədə 25-30 dəqiqə bişiririk. Bişərkən nəzarət etmək lazımdır ki, badamburaların üstü qızarmasın. Çox dadlı olur. Bu reseptlə etsəz sizdə də çox gözəl alınacaq. Edəcək olanlara nuş olsun. Hələlik gələn videolarda görüşənə